Kardeş belə şey yoxdur və bütün şirkətlərdə maaş artırırlar, bizdə artırma söhbət yoxdur. Danışaqdan qardaş, bir sözümüz deyil. Mən deyəcəm bunu, mən həll edəcəm bu işi. Narahat olmayın. Talib bəy, biz sizə inanırıq. Narahat olmayın. Etibar müəllim, salam. Salam xanım. Bax, nə oldu ondan başlayaq? Etibar müəllim nədir? Burada müəllim yoxdur. Burada müdür, işçi söhbət yoxdur. Biz bir qardaşıq, bir ailəyik. Buyur, eşidirəm səni, denən. Etibar müəllim, onu demək istəyirdim ki... Deməmişdən qabaq, baxsa bir kəlmə söz deyim. Mən 3 ayda sağ baxıram qıraqdan. Sənin bu geyimin var ha. Mən gedirəm Milana, İtaliyaya, Amerikaya. Minlərlə pul xaç deyirəm geyim. Mən tutduramam da geyimimi. Mənə yaraşmır. Amma sən maşallah olsun. Sən paltarlardan olsan qardaş. Memdən... O olsun da nə olacaq ki? Hə, denən, nə deməksən, denən qədər. Şey demək istəyirdim, Etibar müəllim. Bundan başqa, Talib. Bax, mən sənə bir kəlmə söz deyim. Mən səndən fəxr edirəm, qardaş. Sən bu şirkətdə ən etibarlı adamsan. Dənizdə var, dənizdə mənim oğlumla sən boğulsan, mən səni çıxardaram, qardaş. Çünki mənə şirkət vacibdir, şirkət. Allah sana bir də Etibar müəllim... Bundan başqa, keçən ay sən 3 gün avada işləyibsən, pulsuz parasız. Unutmamışam. Ona görə də nə? Bir dənə ağzını açırsan, şirinlik olsun. Etibar müəllim, bu... Həftənin 6-cı günləri boş olmamayıb da. Dedim gəlmiş şirkətə sizə köməklik olsun da, gəlmişdik. Pulsuz. Ha, pul ödəmək. Deyirəm də, sən fəxrsən, fəxr. Çox sağ olun. Mən səni dəstəkləyirəm. Çox sağ olun. Bir də bu qapının ağzındakı işçilər, biraz işdən narazılıq edirlər. Mən o həll edəcəm, yəni narahat olmayın. Bir adlarını yazarsan. Hə, yazıb iş edəcəm sizə deyirəm. Sağ olun. Alır. Sağ. Sən bizə fəxrənizsən. Çox sağ olun. Öpərsən. Tamam. Alır. Nə oldu bu? Ya qırğın səsini eşitdim. Biz sədə bəyəxdən qırğındayım. Gözümün altına işin olmuyor mu? Yox, heç nə yox. Gedəyim abi də. Aynı haqqında həll edəcəm. Danışdım, mən sözünü deyirəm. Ağzındakı